Mənəvi təbliğatın çox böyük təsiri var. Çünki dünya elmi də dəfələrlə sübut edib ki, insan psixologiyasına, subliminal mesajlardan tutmuş, aparılan təbliğatlar, nümunələr psixikanı formalaşdırır uşaqlarda, gənclərdə. Ona görə də cəmiyyətlərdə kütləvi informasiya vasitələri həmişə bir növ silah sayılır. Yəni bu silah yaxşı mənada da ola bilər. Yaxşı silah ola bilər. Yəni cəmiyyəti maarifləndirici, məlumatlandırıcı. Eyni zamanda bəzi qüvvələr bundan başqa məqsədlər, pis məqsədlər üçün istifadə edə bilirlər. Yaxşı, biz başa düşürük. Bazar iqtisadiyyatçıdır, kommersiya televiziyaları var, bunlar pul qazanmalıdır filan. Amma müəyyən bunların sosial mənəvi öhdəlikləri də var da, sosial məsuliyyətləri də var. Ola bilməzmi ki, biz bu özəl kanallara, digər media resurslarına, digər təbliğat vasitələrinə müəyyən standartlar qoyaq ki, siz hər hansı bir formada şov veriliş də eləyə bilərsiniz, serial da çəkə bilərsiniz, amma müəyyən çərçivələr var ki, milli dəyərləri orada əleyhinə təbliğat aparmamaq. Və bəzi ölkələrdə buna qarşı ciddi cəzalar verilir. Televiziyalar bir aylıq, bir həftəlik, bir neçə günlük yayımı dayandırılır, cərimə olunur filan. Bizdə var, indi audiovizual şura falan, əvvəl Milli Televiziya Şurası var idi, hərdən birdən 1-2 yüngül tədbir görmüşdü, amma çox az və cüzi, təsir göstərmirdi. Bəlkə də o qanuni o qədər hüquq əsas tapa bilmirlər, yoxdur hər sözə. Orada dəqiqləşdirmələr lazımdır da, nələr olar, nələr olmaz. Ola bilməzmi ki, bu qanunu genişləndirib, bütün detalları ilə hazırlanıb bir layihə formasında Milli Məclisə qoyula, müzakirə olunma, qəbul olunma ki, bizim mediamız, televiziyalarımız, saytlarımız, qəzetlərimiz bu təbliğatlara aparanda milli mənəvi dəyərlərə toxunmasın, sarsıtmağa çalışmasın və müasirlik adı altında aparılan, təbliğat aparılanda da bizə xaricdən ancaq elmi, texnoloji, hüquqi məsələləri əxz eləməyə çalışsınlar, nəinki başqa dəyərləri gətirib bura çıxartmaq. Bunu nə formada bir tənzimləmək mümkündür? Yəni, birinci onu təsvirə qeyd etməliyik ki, əslində bugün media çox güclü bir silahdır. Və bu silahdan biz tərbiyə işində də çox yaxşı istifadə edə bilərik. Və bu istiqamətdə müxtəlif mesajlar, verilişlər vasitəsilə biz bu addımları ata bilərik. Hüquq baxımından, qanun baxımından, yəni bugün kifayət qədər bizim qanunlarımız var. Audiovizual şuranın da mən hesab edirəm, əlində kifayət qədər imkanlar var və rıçarklar var. Yəni hüquqi qanuni baxımdan burada kifayət qədər imkanlar var. Mən sadəcə düşünürəm ki, bizim televiziyalar özlərinin siyasətlərini dəyişməlidirlər. Mən parlamentdə bununla bağlı bir dəfə də çıxış eləmişdim. Adətən televiziyalar əsaslandırırlar ki, buna biz maliyyə ehtiyacımıza görə gedirik. Mən hətta təklif eləmişdim ki, gəlin, televiziyalara müəyyən bir vəsait ayıraq. Bu dövlət üçün çox da böyük bir vəsait olmayacaq. Qoy onlar həmin verilişlərdən reklam əldə etməsinlər. Onlar dövlətdən aldıqları dəstəklə bu işi görsünlər. Digər bir məsələ isə, mən düşünürəm ki, yəni bugün yaxşı verilişə baxan yoxdur, ideyası yanlışdır. Mən əminəm ki, siz yaxşı bir elmi veriliş qoysanız, maraqlı bir veriliş qoysanız, insanlar ona baxacaq və ona reklam da verəcək. Sadəcə intellektual yarışlara necə çox adam baxırdı, milyonçu kimi verilişlərə. Biz sadəcə asan yola qaçırıq, hansısa müğənnini çağıraq, onun həyatını təqdim edək. Hesab edirəm ki, bunu dəyişməliyik biz. Və biz sizin də qeyd etdiyiniz kimi müxtəlif intellektual oyunlar ola bilər, yarışmalar ola bilər, verilişlər ola bilər. Və bu verilişlər vasitəsilə də biz yəni bu təbliğatımızı apara bilərək. Təəssüf ki, bugün yəni televiziyaların bəziləri bu istiqamətdə cənab prezidentin yəni davamlı olaraq vurğuladığı mənəvi dəyərlərimizlə bağlı məsələlərə o qədər də bir sıra hallarda önəm vermirlər. Və bu televiziyalar bir sıra hallarda əks effekt verir və mən bunu parlamentdə də qeyd etmişdim. Yəni Azərbaycan kişisini efirə çıxardıb alçatmaq olmaz. Eləcə də qadını. Yəni eləcə də qadını olmaz. Yəni qadını da, kişini də rəzil duruma salaraq bu cür verilişləri efirə vermək olmaz. Ona görə burada düşünürəm ki, kifayət qədər bizim əlimizdə rıçaqlar var və yeri gəldikdə də yəni şura bu məsələlərə yəni öz müdaxiləsini, mövqeyini bildirir, edir. Düşünürəm ki, kanallarımız da bu məsələlərdə daha diqqətli olmalıdırlar və bu təbliğatlarında, fəaliyyətlərində bu kimi məqamlara daha həssas yanaşmalıdırlar. Çünki sabah biri gün bu məsələnin ağrı acısını hamımız və bütün cəmiyyətimiz çəkəcək. Ona görə biz diqqətli olmalıyıq.